Salam əziz şagirdlər. Güvən Nəşriyyatın 5 oktyabr tarixində 10-cu sinif şagirdləri üçün təşkil etdiyi sınaq imtahanının B variantının suallarının izahlarına baxırıq. 57-ci sualda deyir ki, verilmiş ədədlərdən neçəsi 6-ya bölünür? 6-ya bölünmə əlaməti necə idi? Həm 2-yə, həm 3-ə bölünən ədədlər 6-ya bölünürdü. Deməli, birinci sualda, daha doğrusu birinci ədəd 123. 123 cüt ədəd, tək ədəd olduğu üçün 2-yə bölünmür. Deməli, 6-ya bölünmə ehtimalı yoxdur. 234 cüt rəqəmdir və cüt ədəddir və 3-ə də bölünür. Rəqəmləri cəmi 9 eləyir. Deməli, 234 6-ya bölünür. 345 tək ədəd olduğu üçün 6-ya bölünmür. 456 rəqəmləri cəmi, deməli, sonu cüt rəqəmlə bitir və rəqəmləri cəmi 15-dir, 3-ə bölünür. Deməli, həm də 6-ya bölünəcək. 567 tək ədəddir, 3-ə, 2-yə bölünməz. 678, deməli, rəqəmlər cəm olacaq. 15, 21, bəli, bu da həm 2-yə, həm 3-ə bölünür. 789 da tək ədəddir, 6-ya bölünməz. Yəni, 2-yə bölünmədiyi üçün 6-ya da bölünməz. Neçəsi oldu? 3-ü 6-ya bölündü. Cədvəldə verilmiş kəsri adi kəsr şəklində yazın. Dövrə qədərki hissə, tam hissə 0. Dövrə qədərki hissə 2. Dövrə qədərki hissə 2. Dövr edən rəqəmlər 6. Bərabərdir. Olacaq dövrdəkilərin sayı qədər 9. Dövrə qədərki rəqəmlərin sayı qədər 0. Surətdə də olacaq 26 çıxılsın 2. Yəni 90-da 24. Bu da 6-ya ixtisar gedir, 15 dəfə düşür, 6-ya ixtisar gedir, 4 dəfə düşür. Yəni, cavab olacaq 15-də 4. C variantı. 420 ədədinin müxtəlif sadə vurğularının sayını tapın. 420 ədədini sadə vurğulara ayırırıq. Deməli, 2 dəfə, 210, 2 dəfə 105, 3 dəfə 35, 5, 7, 7, 1. Deməli, 420 nəyə bərabərdir? 2 üstü 2 vur. 3 vur, 5 vur, 7. Müxtəlif sadə vurğuların sayını istəyirsə 4 dənə olacaq. A bərabərdir çoxluğu ilə 3 elementli B çoxluğunun kəsişməsi 2 elementli çoxluq alınır. Deməli, bu B-nin elementlərinin, B çoxluğunun elementlərinin ikisi nəyə daxildir? A çoxluğuna daxildir. Çoxluq olarsa birləşməsinin neçə element olacaq? Deməli, birləşməsində ikisi eynidir. Məsələn, A və B olsun. Üçüncü elementdə məsələn bir dənə K olsun. İkisi daxildir, biri daxil deyil. Elementlərinin birləşməsinin elementlərinin sayı neçə olacaq? 5 burada, bir dənə də K burada. Cəm olacaq 6 element. A və B natural ədədlərinin cəmi tək ədəd olarsa, aşağıdakı ifadələrin hansının qiyməti həmişə təkdir. Deməli, cəm təkdirsə, bu ədədlərdən ya A, ya B tək ədəddir. Biz elə eləməliyik ki, yəni bilmirik hansı təkdir, elə eləməliyik ki, ədədlərdən hər hansı biri, yəni cüt olmasın. Yəni, tək A-dırsa, cüt ədədə vurulmasın ki, cüt olmasın. Tək B-dirsə, yenə də cüt ədədə vurulmasın ki, cüt olmasın və ya bunların hasili də hər bir halda cüt ədəd edir. Çünki tək ədədlə cüt ədədin hasili cüt edir. Ona görə də C variantı ilə D variantı gedər. Əgər A-mız təkdirsə 2-yə vurulsa cüt olar, B-miz də avtomatik cüt olduğuna görə cəm cüt olar. Yenə B variantında da B-miz əgər tək olmuş olsa 2-yə vurulanda cüt olacaq, A ilə toplananda yenə cüt olacaq. Deməli, cavabımız olacaq E variantı. Bizə deyir ki, N A birləşmə B-dən A-nı çıx. A birləşmə B bütün elementlərdir. A-nı çıxanda A-ya aid olan bütün elementləri çıxırıq. Yerdə nə qalır? 8 və 9 qalır. Yəni, sayı olacaq 2 dənə. 63-cü sualda ifadəsinin qiymətini hesablayın. Orta məxrəcə gətirir. Orta məxrəc olur 12, 12-də 9, çıxılsın 12-də 8. Bölünsün. Orta məxrəc 24-də 2, üstə gəl 24-də 3 bərabərdir. Çıxanda 12-də 1 qalır. Bölünsün 24-də
5 olacaq. Bu da düzgün olmayan kəsrə çevirəndə, daha doğrusu tərsinə çevirilib böləni 12-də 1 vurulsun 5-də 24 alınır. Bərabərdir. İxtisarlar gedir, 2 qalır. Yəni 5-də 2 qalır. Bu da 0,4 deməkdir. Cavab olacaq C variantı. -4, 5 və -2 müsbət 7 aralıqlarının kəsilməsinə daxil olan natural ədədlərin sayını tapın. Gəlin bunu ədəd oxu üzərində göstərək. Deməli, -4 və 5. Hər ikisi daxil deyil. -4 və 5. Bu aralıq. İkincində deyir ki, -2, -2-ni özə daxil eləyib. -2 və müsbət 7. 7 isə daxil deyil. Deməli, bu aralığa daxil olan natural ədədlər hansıdır? Deməli, bu oldu müsbət 7. Natural ədədlərin sayını tapın deyir. Bizim kəsişməmiz hansı aralıq oldu? -2 daxil olacaq və 5 daxil olmayacaq. 5 daxil olmayacaq. Bu aralığa daxil olan natural ədədlər hansıdır? 1, 2, 3 və 4. Yəni 4 dənə natural ədəd daxil olacaq bu aralığa. 65-ci sualda məxrəci 210 olan adi kəsirin surəti aşağıdakılardan hansı olarsa bu kəsirə sonlu kəsir şəklində göstərmək olar. Deməli, məxrəcimizdə 210 varsa 210'da hansı belə deyək də, biz bilirik ki, sonlu kəsirə çevrilməsi üçün məxrəcdə yalnız 2 və 5 vuruqlarından ibarət hasil olmalıdır. 210'da da 3 və 7 vuruğu var. Yəni eləyəcək 21. Cavab olacaq 21 olsa əgər, 210'da 21 olsa, 21 ilə 210 ixtisar gedər, 10'da 1 qalar. Əkob AB vurulsun, Əbob AB nəyə bərabər idi? A vurulsun B. Yəni 49 vurulsun 33. 49 vurulsun 33 bərabər olan ədədin sonuncu rəqəmini tapın. Sonuncu rəqəmi də 3 vurulsun 9 27 eləyəcək. Bizə onsuz digər rəqəmlər lazım deyil. Sonu 7 ilə bitmiş olacaq. Hansı kəsirdən 0 tam dövrdə 3 kəsirinə çıxdıqda 6'da 1 kəsir alınır? X kəsirindən çıxaq. 0 tam dövrdə 3 9'da 3 deməkdir. Bərabər olacaq neçəyə? 6'da 1'ə. Burada da X də bərabər olacaq 6'da 1 üstə gəl 3'də 1. Yəni 9'da 3 3'də 1 eləyir. Bu da olur 6'da 1 üstə gəl 6'da 2. Yəni 6'da 3 bu da 2'də 1 deməkdir. 2'də 1 də neçə deməkdir? 0,5. Yəni D variantı. A natural ədədinin 3'ə və B natural ədədinin 2 daha doğrusu A natural ədədinin 3, B natural ədədinin 2 sadə vuruğu var. A vur B hasilinin neçə sadə vuruğu olacaq? Bunların cəmi qədər. Yəni 5 sadə vuruğu olacaq. Aşağıdakı ifadələrin hansı diaqramdakı rənglənmiş hissəni göstərmir? Elə birbaşa A çıxılsın B çoxluq olacaq. Yəni göstərilən hissə A çıxılsın B-dir. Daha sonra A çıxılsın A ilə B-nin kəsişməsi. A ilə B-nin kəsişməsini çıxanda A-dan göstərilən hissə qalacaq. A birləşmə B-dən B-ni çıxsaq, bu da eyni şeydir. A-dan A çıxılsın B-ni, A çıx B-ni çıxanda, deməli A çıx B hansı hissədir? A çıx B, A çıx B-ni çıxanda, deməli A çıx B-nin kəsişməsi, deməli bu düz oldu. Bu düz oldu. Daha sonra bu da düz oldu. A ilə D-yə baxaq. A ilə B-nin birləşməsi bütün hamısı çıxıb A ilə B-nin kəsişməsin. A ilə B-nin kəsişməsini çıxıbsa, onda yerdə burada qalacaq da. Amma buranı verməyib. Deməli cavab olacaq D variantı, uyğun olmayan variant. Natamam qisməti 7 və qalıq 5 olarsa bölünənin ala biləcəyi ən kiçik qiyməti tapın. Natamam qismət 7 və qalıq, deməli A bölünsün B bərabərdir 7 və qalıq neçədir? 5'dir. Bölünənin ala biləcəyi ən kiçik qiymət, deməli bölən ən kiçik neçə ola bilər? Bölən ən kiçik 6 olacaq.
Yəni A bölünsün 6 bərabərdir 7, qalıq 5. Niyə 6 olacaq? Çünki qalıqdan böyük olmalıdır bölən. Ən kiçik də neçə ola bilər? 6. Demək A bərabərdir 7 vur 6 üstə gəl 5. Cavab olacaq 47. Ədəd 5-dəki hissəsini neçə dəfə böyükdür? Məsələn, ədədimiz olsun 10. Elə nümunə üzərində göstərək. Ədədin 5-dəkisi neçə olacaq? 10-un 5-dəkisi. Ədəd 5-dəki hissəsini neçə dəfə? Hə, deməli, 10-un 5-də, onu 5-ə böldük 2. 2-yə vurduq 4. Hə, indi 10 4-dən neçə dəfə böyüdür? 2 tam 10-da 5 dəfə. 84 və 98 ədədlərinin ortaq olmayan sadə vurguların hasilini tapın. Deməli, 84 və 98 ədədlərin bir yerdə sadə vurgulara ayırırıq. 2 dəfə 42, 2 dəfə 49. 2, 21, 49. 3 dəfə 7, 49. 7, 1, 7. Bu da 7. Deməli, ortaq olmayan vurguların hasili 2, 3 və 7. 2 vur, 3 vur, 7. 2, 3'ün 6, 6, 7'nin 42 olacaq. 73-cü sualda. A çıxılsın B'nin bir elementi var. A ilə B'nin daha doğrusu 3 elementi var. Bu A olsun, bu B olsun. A çıxılsın B'nin bir elementi varsa təkcə A'ya aid olan bir elementi var. A ilə B'nin kəsişməsinin 3 elementi varsa 3 olacaq. A ilə B'nin birləşməsinin 5 elementi varsa 1, 3, 4 elədir. Deməli, bir dənə də B'nin elementi olacaq. Təkcə B'yə aid olan. Deməli, B çıxılsın A, deməli N, B çıxılsın A olacaq neçə ilə? Bax, bu 1 olacaq. Məxrəci 20 olan düzgün kəsrlərdən ən böyük ilə ən kiçiyinin fərqini tapın. Olacaq 20-də 19 çıxılsın 20-də 1. Bu da eləyir 20'də 18, bu da eləyir 5'ə vuranda 90, bu da 100. 0,9. Elə 2 ixtisar da apara bilərdik. Hə, 0,9. 4 ardıcıl natural ədədin cəmi 474'dür. Yəni biri x olsun. Biri x olsun. Natural ədədin cəmi 474'dür. 4 ardıcıl x plus biri x plus 1 olsun. Biri x plus 2 olsun. 3'ü var. Biri de x plus 3 olsun. Bunların cəmi 474'dür. Bu ədədlərdən ən böyüyünün natural bölənlərin sayını tapın. Əvvəlcə həll eləyək, deməli olacaq neçə? 4x plus 3, 6 bərabərdir 474. Yenə baxaq. Deməli x 4x plus 4x bərabər olacaq burada 468 x də bərabər olacaq burada deməli 117 117 deyir ki natural bölənlərinin sayını tapın. 117'ni ən kiçik neçəyə natural bölənlərin sayını tapanda deməli 3'ə böləndə 3, 9. 3'ə böləndə 13, 13'ə böləndə 1 dəfə. Deməli, olacaq 117 bərabərdir. 3 üstü 2 vur 13. Natural bölənlərin sayı n bərabərdir. 2 plus 1 vurulsun 1 plus 1. Cavab olacaq neçə? 3 vur 2 yəni 6 olacaq. Cavabımız 6. 76-cı sualda deyir ki, NA verilib, NB verilib, NA birləşmə B bərabərdir 4 vurulsun N, A kəsişmə B-yə və NA bərabərdir NB. Aha, NA bərabərdir NB deyirsə, deməli buradan 6K çıxılsın 2 bərabərdir K plus 8-ə. Buradan 5K bərabərdir 10-a, K bərabərdir 2 çıxır. K bərabərdir 2-dirsə, NA NB-yə bərabərdir. Deməli olacaq, məsələn, yuxarıda yerinə yazsaq, 6K çıxılsın 2-də, 6 vur 2 çıx 2, cavab olacaq 10. Yəni, NA-nın da NB-nin də 10 elementi var. Daha sonra deyir ki, NA birləşmə NB. Ümumiyyətlə, biz belə bir düsturumuz vardı. NA birləşmə B bərabərdir NA
Üstəgəl n b çıxılsın n a kəsişmə b. Bizim də n a birləşmə b-nin yerinə 4 n a kəsişmə b yazıb. Yerinə yazaq. 4 n a kəsişmə b bərabərdir. Deməli, n-a-nın yerinə yazırıq neçə? 10. Çünki 10 elementi var. n-b-nin də yerinə 10 yazırıq. Çıxılsın n-a kəsişmə b. Burada n-a kəsişmə b-ni digər tərəfə keçirdirik. Olacaq 5n-a n-a kəsişmə b bərabərdir 20-yə. Buradan da n-a kəsişmə b bərabərdir 20-ni 5-ə böləndə cavab olacaq 4. Məxrəci 840 olan düzgün kəsrlərdən neçəsi ixtisar olunmayandır? Yəni 840-dan kiçik onunla qarşılıqlı sadə ədədlərin sayını soruşur bizdən. 840-ı sadə vurğulara ayırırıq. 2, 420, 2, 210, 2, 105, 3, 35, 5, 7, 7, 1. Yəni 840 bərabərdir 2 üstü 3 vur 3 vur 5 vur 7. Bizdən nəyi soruşur? İxtisar olunmayan və onunla qarşılığı deməli 840 qarşılığı sadə olan, kiçik olub onunla qarşılığı sadə olan ədədlərin sayı. Yəni 2 üstü 3 vur 3 vur 5 vur 7 vurulsun. 1 minus 1 böl 2. 1 minus 1 böl 3. 1 minus 1 böl 5. 1 minus 1 böl 7. Sadələşdirək. 2 üstü 3 vur 3 vur 5 vur 7 vur. 2'də 1 vur. 3'də 2 vur. 5'də 4 vur. 7'də 6. Deməli, ixtisarlarımızı aparaq. 2'lər gedər. 3'lər gedər. 5'lər də gedər. 7'lər də gedər. Yerdə nə qaldı? 2 üstü 3 vur. 4 vur 6. Deməli, ixtisar olunmayanların sayı. Aha. Deməli, 2 üstü 3 8 vur 4 vur 6. 8 4'ün 32 vur 6. Bu da eləyəcək. 6 2'nin 12, 6 3'ün 18, 19. 192 olacaq. 2 rəqəmli ədədin əvvəlinə 2 yazdıqda alınan 3 rəqəmli ədəd əvvəlki 2 rəqəmli ədədin 11 mislinə bərabərdir. Deməli, 2 rəqəmli ədədin əvvəlinə 2 yazıb. AB ədədimiz var imiş, əvvəlinə 2 yazıb. Və əvvəlki ədədin 11 mislinə bərabər. Yəni 11 vurulsun AB-yə. Bunu açaq. Alınacaq 200 plus 10A plus B bərabərdir 11 vurulsun 10A plus B. Buradan da 200 plus 10A plus B bərabərdir 110A plus 11B. Sadələşdirək. Deməli, bunların hər birini keçirdək digər tərəfə. Yəni 110A çıxılsın 10'a. Üstəgəl 11B çıxılsın B bərabərdir 200'ə. Buradan da 100A üstəgəl 10B bərabərdir 200 alınır. Hər tərəfi 10'a bölsək alınacaq 10A plus B bərabərdir 20. Deməli 10A plus B. A'nın yerinə 1 yazsaq B onda 10 olar. A da B də rəqəm olduğuna görə A'nın yerinə biz 2 yazırıq. B'nin yerinə 0 yazırıq. Deməli, alınan 3 rəqəmli ədəd 2AB olduğuna görə, yəni 2, 2 və 0. Cavab olacaq 220. 79-cu sualda diaqramda hər bir hissəyə aid olan elementlərin sayı yazılmışdır. Diaqramda yalnız bir çoxluğa daxil olan elementlərin ümumi sayı 49. Yalnız bir çoxluğa daxil olanlar hansılardır? Dairələdiklərimiz. Deməli, onların cəmi 49'dur. K plus 1 üstəgəl 3K üstəgəl 4K bərabərdir 49'a. Deməli olacaq 4, 8K bərabərdir 48. K bərabərdir 6 çıxır buradan.
Bizdən nəyi soruşur? Diaqramda yalnız bir soru. Ən azı ikisinə daxil olan elementlərin sayı. Ən azı ikisinə daxil olan elementlərin sayı bax K-dır. K-dır, 2K-dır və ən az 2 dediyinə görə 3-ünə də daxil olanları götürürük. K plus B. Yəni K olacaq 6, 7, yenə 6. Deməli 6 2-nin 12 və 4 6-nın 24. Deməli toplayaq bunları. 6 plus 7 plus yenə 6 plus 12 plus 24. Deməli 13 üstünə 6. 19, 31, 45. Velosipedçi 780 km yolun birinci gün 13'də 3 hissəsini, ikinci gün 150 km, üçüncü gün 26'da 7 hissəsini getdi. Yəni 780 kilometrin tapaq 13'də 3'ün bərabərdir. Deməli düşür 60, yox. Hə, 60 düşür. 60'ı da 3'ə vuranda olur 180. Deməli birinci gün nə qədər yol gedib? 180 kilometr. İkinci gün nə qədər getmişdi? 150 kilometrdə ikinci gün gedib. Üçüncü gün nə qədər getdiyini tapmaq üçün, daha doğrusu yox. Üçüncü gündə 26'da 7 hissəsini gedib. Üçüncü gün 26'da 7 hissəsini. Hə, ümumi yolun 26'da 7 hissəsini gedib. Onda yenə 780 vurulsun 26'da 7. İxtisar gedir 30, 210 kilometr. Bu da oldu 3-cü gün. 4-cü günü tapmaq üçün olacaq neçə? 780-dən çıxırıq. 180 üstə gəl 150 üstə gəl 120-ni. Olacaq 780 çıxılsın 270 370 450. Səhv eləmədik. Deməli 270 üstünə 80 yəni 350 450 bəli. Çıxanda qalacaq neçə? 330. Cədvəldə A və B ədədlərinin sadə vurğuları və onların sayı verilmişdir. Cədvələ əsasən əkab AB üstəgəl əbob AB-ni tapın. Deməli sadə vurğular neçədir? Əkab AB. Deməli A-mızın sadə vurğularına baxaq. Deməli 2 üstü 2 vurulsun 3 yoxdur 5 üstü 2 vurulsun 7. B-imizin sadə vurğuları neçədir? 2 üstü 3 vurulsun 3 vurulsun 5. Bizim əkobumuz olacaq nə? Əkobumuz olacaq əkob AB. Əkob AB bərabərdir. Əkobumuz olacaq 2 üstü 3 vur 2 üstü 3 vur 3 vur 5 üstü 2 vur 5 üstü 2 vur 7. Əkobumuz bu olacaq. 8 vur 25. Bax bu ikisinin nasıl? 8 vur 25 200 eləyir. 200'ü də vururuq 21'ə. Yəni 3 vur 7 21. Böyük ədəd elədi. Deməli 20'ni 200'ə vuranda eləyir 4200. 4200. Burada əbob AB nəyə bərabərdir? Əbob AB bərabərdir. Əbob isə ortaq vururlar. Yəni 2 üstü 2 vur. Başqa nə var? Bir dənə də 5 var. Ortaq vururlar. 4, 20 eləyəcək bu da. Bizdən nə istəyirdi? Əkob üstəgəl əbob. Yəni olacaq əkob üstəgəl əbob 4200 üstəgəl 20. 4220 olacaq.